Hanımın böyük ölçülü miyoması var. Buradan göründüğü kimi göbəkdən yuxarıya doğru xəncərə bənzər çıxıntıya qədər, yəni döş qəfəsinin altına qədər miyoma davam edir. Uşaqlığın dip tərəfindən başlayıb. Burada əməliyyat vaxtı öncə uşaqlığı çıxarmalı olduq. Miyomanı birbaşa çıxara bilmədik və burada əlimlə tutduğum uşaqlıqdır. Boru ilə birlikdə, boru və yumurtalıqla birlikdə və miyomanı çıxarmağa çalışırıq. Bunun üçün yara sahəsini bir qədər genişləndirdik və çətin də olsa dartaraq miyomanı uşaqlıqla birlikdə çıxardıq. Bu qədər ölçüyə gəlməsi əslində pasiyentin günahıdır. Yəni bu boyutda miyomanı çıxarmaq göründüyü kimi daha çətindir. Ancaq kiçik ölçüdə olduqda, yəni 5-6 sm, 7, en son 10 sm olduqda çıxarmaq daha asandır və ölçü olaraq da böyük bir miyomadır. Və bu miyomanın çəkisinə baxdıq. Çəki olaraq 2250 qram olaraq çəkisini ölçdük. Yəni böyük bir miyomadır və bunun üzərində qan damarlarını da görürsünüz. Yəni burada pasiyentdən böyük ölçüdə qan damarları gəlir və bu miyomanı qidalandırır. Əsası kiçik olsa da damarları qalın olduğuna görə qidalanması da daha yaxşı olur. Bu şəkildə miyomalar çox nadir hallarda bədxassəli də ola bilir. Yəni leomiosarkoma dediyimiz xərçəng növü də böyük ölçülü miyomalarda daha çox rast gəlinə bilir. Düz amma nadir hallarda olur. Burada damarların qalınlığı, böyüklüyü yaxşı şəkildə görünür. Və bu da uşaqlıqdır. Uşaqlıq yumurtalıqlarla birlikdə, yumurtalıq və borularla bir yerdə daha doğrusu uşaqlığı çıxardıq. Xanımın istəyi buydu. Yəni miyomanı da, sadəcə miyomanı da çıxarmaq olardı. Bu da miyomanı indi kəsəcəyik. Onun içərisini, yəni strukturunu bilmək üçün onu kəsəcəyik və quruluşu tipik olaraq miyoma quruluşundadır. Yəni balıq əti formasında da deyilir. Yəni tipik olaraq miyoma quruluşundadır. Digər hissədən də kəsəcəyik indi. İnşallah cavabı da xoş xassəli olaraq gələr. Onsa xanımda biz lazım olanı etmişik. Yəni uşaqlıq miyomalarla birlikdə çıxarılıb.